bağışlayaraq. Bir alim söhbət eləyirdi. Deyir ki, günlərin bir günündə məsciddə helal haramdan söhbət eləyirdim. Tacirlərin barəsində, ticarətin barəsində. Üstündən bir neçə müddət keçəndən sonra bir nəfər məsciddə yaxınlaşdı mənə. Dedi ki, ağa, mən özümün bir dənə batıq hesabatımı tapmışım. Deyir, mən də başa düşmürəm, bu nədən danışır? Deyir ki, ağa, o günləri sən məsciddə helal haram barəsində, ticarət barəsində söhbət eləyirdin. Məni fikir götürdü ki, ilahi, mən qoca kişiyəm, amma həyatımın yarısını ticarətdiyəm. Mən alver eləyirəm. Görəsən mənim birinə verəcəyim var, birinə borcum var, alacağım var. Belə fikir məni götürdü. Məsciddən çıxdım. Gəldim evə fikirlə, namazı qıldım. Girdim yerimə, o fikirlə yuxu məni apardı. Yuxuda gördüm ki, bir dostum gəldi. Hansı ki, rəhmətə gedib, neçə illərdir rəhmətə gedib. Amma deyir, biz ticarət eləyirdik. O gəlirdi, məndən yağ alırdı, aparırdı. Maşınla yağ alırdı, aparırdı. Deyir, gəldi ki, qardaş, yadındadır, mən gəldim səndən bir maşın yağ aldım. Deyir, mən də dedim ki, hə, qardaş sənə qurban, yadımdadır. Deyir, dedi ki, sən özün o yağları saydın, yüklədilər maşına, mən çıxartdım, pılın verdim. Deyir, dedim, bəli, elə o cürdə olub. Deyir, getdim, maşını yükü boşaldanda, yağları saydım, ikisi əski gəldi. Hesabatı fikirləşirdin, o ikini yağı yadıva sala bilməmsən. Ayıldım, gördüm, yuxu görmüşəm. Gecə yarıdır. Fikir məni götürdü. İlahi, ha fikirləşdim, gördüm, yox. Əgər yuxuda gəlib mənə deyibsə, bu mənim batıq hesabatımdır. Deyir, yata bilmədim. Sübh səhər açılanda 2 yağın pılın götürdüm. Gəldim o adamın evinə. Oğlu çıxdı qapıya. Məni gördü, tanıyırdı məni. Səlam elədi. Deyir, dedim ki, oğul, mən özümün bir dənə batıq hesabatımı tapmışam. 2 dənə yağın pılın mən sənin rəhmətlik atıva verəcəyim var. Yuxuda gəldi, onu məndən istədi. Deyir, çıxartdım